Bir hansı reaksiya zamanı ikili karbon üçlüyə keçir? İkili karbon üçlüyə keçir. Nə deməkdir bu? Propeni yazaq. Propen bilirsiniz alkendir. Bir dənə 2 qatı 3 qat. Bunun üzərinə H-klor gələndə. Buradan nə alınacaq? Kim deyər mənə? Hansı qayda yadınıza düşür? Hə, uşaqlar. Hansı qayda yadınıza düşür? 2 qat qırılacaq, bir yenə Markov hidrogen, bir yenə Markov klor birləşəcək. bəli. 2 qat qırılacaq. Hidrogeni çox olana, halogen hidrogeni az. İndi Nurlan de görək burada ikili karbon hansı karbon idi başlanğıcda? Bax bu karbon. Ortadakı karbon uşaqlar ikilidir. Kənardakılar birlidir, bilirsiniz. İndi burada ortadakı karbon neçəlidir? Mənə deyə bilərsiniz. Bax buradakı ikilidir. Bəs bu karbon ona üçlü demirik ki. Ona iki tərəf, neçə tərəfdən karbon birləşibsə onu deyirsən. Xlor orada təsir eləmir ki ona. Ona üçlü demir. Üçlü olması üç tərəfdən karbonun birləşməsi deməkdir. Burada bu karbon ikilidir, burada da ikilidir. Dəymirəm. Orada dəyişmədi. Propenin polimerləşməsi. Propeni polimerləşdirirəm. Propen budur da bilirsiniz. Yenə burada ortadakı karbon neçəli karbondur? İkili. Polimerləşəndə bu necə olurdu? Keçmişdi. Yadınızdadır, pi qırılırdı, belə bir quruluş yaranır. Baxın bir. İndi ortadakı karbon neçəli karbondur? Artıq üçlüdür. Bir tərəf, iki tərəf. Burada da xət qoyub, yəni burada da karbon birləşir də. Buna çoxlu sayda. Sadəcə bilmirik deyə N yazmış. Karbon neçəlidir? Bu karbon üçlüdür. Əgər yadınızdadırsa, mən sizə demişdim, maddə polimerləşəndə birli karbon ikiliyə keçir. İkili karbon üçlüyə keçir, üçlü dördlüyə keçir. Deməli, uşaqlar nə edirik? Götürürük 2. 2 xlorpropanın natriumla reaksiyası. Yazıram. 2 xlorpropanın natriumla reaksiyası. 2 xlorpropanı necə göstərərəm? 2 xlorpropan. 2 xlorpropan, baxın budur. Bunun üstə natrium gəlirəm. Bu sizə hansı reaksiyanı xatırladır uşaqlar? Vürsı xatırladır sizə. Vürs. Bunu olduğu kimi yazıram. Kloru buradan qırıram, eynisini birləşdir. İndi mənə deyin görək, bu karbon burada neçəli idi? Neçəli karbondur bu dairəyə aldığım karbon? 2'dir. Artıq bu vəziyyətdə bu neçəlidir uşaq? Neçə tərəfdən buna karbon birləşir? 1, Üçlü. 2, 3. Bunu götürürəm. 2 ilə 3 olur doğru cavab. Bir də bizə deyir xloretanın natriumla reaksiyası. Xloretan natrium. Oradan məncə dəyişməyəcək. Baxaq. Xloretan yəni budur. 2 dənə karbon yanına xlor, natrium gəlsin.